Cəmaət ailəsi ilə, uşağı ilə yeni illik keçiridir. Amma siz atanızın bacarıqsızlığına görə yenə evdə oturmusunuz. Nə olsun ki, yaşınız azdır. Amma siz indidən bilməlisiniz də atanızın necə biri olduğunu. Haqqınızdır. Hər şeyiniz əksik olub. Bugünə qədər istədiyiniz heç bir şey ala bilməyib. Öz yaşlarınızdan geri qalmışsınız həmişə. Boşandım, canım qurtardı, Allah'a şükür. İndi canı çıxsın, hər ay ödəsin alimentini. Mənə niyə gəlmirsən? Nə olub? Necə yəni niyə gəlmişəm? Uşaqlarımı görməyə. Bayram paylarını gətirmişəm. Yenə borc eləmirsən? Yoxsa maman geri göndərib? Başlama yenə. Hər necə olubsa olub. Əsas odur gəlmişəm. Uşaqların səni görməyə gözləri yoxdur. Hal-hazırda çox xoşbəxtdirlər, keyfləri də yerindədir. Sən hədiyyələri ver, sən adımdan verərəm. Yəqin ki, qəbul edirlər də. Başqa sözün yoxdursa get. Bazar gün gələrsən, görərsən o çox istədiyin uşaqları. Sizin üçün sifariş eləmişdim. Mamavız nə qədər ki yanınızdadır, qoymaram ki, başqa uşaqlardan fərqlənəsiniz.